Allah Teala başka bir ayda buyuruyor ki اِقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُعْرِضُونَ. İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşır, lakin onlar haqdan üz döndərirlər. Yəni, nə olur ki sənə, Allah sənə hər şey verir. وَاَتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُ. Allah Teala deyir ki, istədiyiniz hər şeyi sizə vermişəm. Hətta bax özüvə, ailəvə, evladıva, əlvin altında olan, istifadəndə olan neymətlərə böyük əksəriyyətini Allahdan istəməmsən, yenə Allah sənə lütf və rəhmət edərək Allah sənə verib. Ne üçün Allah'a ibadət eləməyəsən, ne üçün Allah'ı saymayasan, Quran-ı Kərimə and içirsən, özünü təmizə çıxartmaq olsun, Qurana and olsun. Əzəmətli kitabdır, ona görə and içirsən. Hörmətli kitabdır, səni təmizə çıxardır. Vallahi qiyamət günü bugün ona and içib, özünü təmizə çıxartdığın Quran-ı Kərim səndən Allah'a şahid eləyəcək və o kitabı sənə gətirən Muhammed sallallahu aleyhi ve sellem Allah'a diyecek ki, Ya Rab, ey Rabbim, inne qavmi ittehadu hazel Kur'ane mehcura. Qövmüm bu Kur'an'ı tərk edib. Ancaq and içirdilər. Oğul uşaq evləndirəndə altından keçirdirdilər. Toz basmasın diye hündür yerə qoyurdular. Sən oxumamındarsan, Kur'an'ı sən oxuya bilməzsən deyirlər. Ona görə Allah'tan qorx. Quran-ı Kərim həyat tərzidir. Quran-ı Kərim həyatını oradan götürür. Rəbbivə ibadət eləmək üçün sənə gələn kitabdır. Aldığın telefonun və ya paltaryanın və ya da soyuducunun içindən çıxan kitabı dərhal oxuyursan ki, birdən xarab olar. Verdiyin 1000 manat batar, ziyana gedərsən.